Bismillahirrahmanirrahim. Kərbəla məktəbi ilə, Aşura ilə bağlı verilən suallardan biri İmam Hüseyn əleyhissalamın qarşısını kəsənlər, imamla mübarizə aparanların aqibəti barəsindədir. Bu məktəb yaşayırsa, bunu yaşadan nədir? Kərbəla məktəbini yaşadan Allahdır. Niyə? Çünki bu məktəbdə olan İmam Hüseyn və onun silahdaşlarını Allahın sözünü dedilər. Allahın uca Qur'anını, dinini, İslamı qorudular və ona görə də Allah onları yaşadır. Allah yolunda ən əzizlərini belə, ən yaxınlarını belə, ailəsini verdilər. Nəyi vardı bu yolda verildi? Allah da bütün nə qədər dünyada İmam Hüseyn əleyhissalam varsa, onun yolunu yaşatmağı, onun məktəbini uzatmağı vədə vermişdir. Alimlərimizin gözəl bir təbiri ilə desək, təcrübə özü bizə öyrədir ki, baxırıq tarixə, özümüzdən qabaq olan tarixə, müasir dünyamızda olan tarixə, görürük ki, onlar ki, hətta Allahlıq iddiası eləyiblər, fironluq eləyiblər, nəmrudluq eləyiblər, Allah onlara müəyyən qədər möhlət vermişdir. Necə ki, tarixə baxırıq, fironun özünə 40 yaxud da 40-dan çox deyiblər ki, Allah fürsət verdi, möhlət verdi. Allahlıq iddiasını edənlərə Allah müəyyən qədər fürsət verir. Amma İmam Hüseyn əleyhissalamla mübarizə aparanlar, İmam Hüseyn məktəbində yanan o məşəli söndürmək istəyənlər bilsinlər, təcrübə göstərib Allahın vədəsi budur. Onlara heç Allahlıq iddiası eləyənlərə qədər fürsət verilmir. Gec tez bir müddətdə Allah onları cəzalandırır. Həm keçmişdə olan baxırıq Abbasi xəlifələrinə və Əməvi xəlifələrinə, Yezidlərə, o cümlədən də müasir dünyamızda baxırıq Səddam Hüseyn və onun timsalında olan bəzi ərəb ölkələrində olanlara, onlar ki, İmam Hüseyn məktəbinə mübarizəyə qalxdılar və onlar ki, İmam Hüseyn əleyhissalamın Kərbəla məktəbinin qarşısını almaq istədilər. Onlar hamısı aradan gedib, onlar yaşamır, amma İmam Hüseyn yaşayır, Kərbəla yaşayır, Aşura yaşayır və bundan sonra yaşayacaq da. Bizim təcrübəmiz budur. Kimlərsə əzadarlığı sual altına aparsın, kimlərsə ağlamağı sual altına aparsın, kimlərsə İmam Hüseyn haqqında yalan, böhtan, şaya yaysın. Unutmayın, İmam Hüseyn tək ətrafında 72. Amma ordu 30 min, Yezidin hakimiyyəti böyük, şərqdən qərbə olan hakimiyyət, kifayət qədər ordusu. Amma baxın, bugün kim yaşayır? Pul onda, İmam Hüseyndə pul yox idi. Hər bir şey dünyada yaşamaqdan ötürü, tanınmaqdan ötürü, dünyada uzun müddətli hakimiyyətdə olmaqdan ötürü olan bütün vasitələr onlarda. Amma İmam Hüseynin nə hakimiyyəti olub, nə vəzifəsi olub, nə pulu olub. Amma Allah istəsə yaşadar. Necə ki, Allah Qur'an-ı Kərimdə Ali İmran surəsində buyurur, Allah istədiyinə mülk verər, istədiyini mülkdən endirər, istədiyini zəlil eləyər, istədiyini əziz eləyər. Digər kəlamında, qüdsi kəlamlarda Allah təala belə buyurur. Mən bir nəfəri qaldırsam, dünya yığışa onu yerə vura bilməzlər. Mən bir nəfəri yerə çırpsam, dünya yığışa onu qaldıra bilməzlər. Bu baxımdan İmam Hüseyn əleyhissalam məktəbi yaşayacaq, onun qarşısını kəsənlər və bu yolda İmam Hüseyn yolunda əlindən gələni xərcləyənlər, bu yolun qarşısını kəsmək istəyənlər bilsinlər. Zəhmətləri, əməlləri puça çıxacaq və onlar özündən qabaqçılara baxıb ibrət alsınlar. Allah Teala onların hamısını aradan aparmış və İmam Hüseyn əleyhissalam isə yaşayır. Həm Kərbalası yerində, həm də məktəbi yerindədir. Allah bizi o məktəbin qədrini bilənlərdən və o məktəbə xidmətçi olanlardan qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.